Qeyd edin ki, hörmətli izləyicilər, alimentin artırılmasına bağlı, boşanmayla bağlı, sosial yardımın verilməsindən bağlı, pensiya ilə bağlı, müavinətlərlə bağlı mənim şotla birlikdə 1700-dən artıq videolarım var. Baxıb tanış ola bilərsiniz, hörmətli izləyicilər. Bundan əlavə fərdi qaydada məsləhət vermək üçün qeyd olunan telefon nömrəsinə WhatsApp-dan əlaqə saxlaya bilərsiniz. Zəhmət olmasa suallarınızı səslə göndərin. Eyni zamanda onu qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsləhətinin verilməsi və ya əyyanın hüquq məsləhətinin verilməsi 10 manatdır. Bundan əlavə ərizələri də yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Eyni zamanda onu da qeyd edin ki, mediasiyanın keçirilməsinə bağlı sizə müəyyən məsləhətlər verə bilərəm ki, qarşı tərəflə danışıqları necə aparın ki, yəni belə deyək də, məsələ həll olunsun. Eyni zamanda sazişi necə bağlamaq lazımdır ki, yəni ki, gələcəkdə də aliment artımı sizə şamil olunsun, hörmətli izləyicilər. Yəni bir tərəfi bağlanmasın ki, məsəl üçün 200 manat aliment 200 manatda da qalmayasınız, hörmətli izləyicilər. Əgər maraqlı olsa, dediyin telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə çox sağ olun, abunə olmağı unutmayın, mənə dəstək olun. Heç olmasa siz belə deyək, ödəniş edə bilmirsinizsə, qoy YouTube mənə ödəniş etsin, hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Bir daha qeyd edin ki, mən əlilli şəxs olduğuma görə, əlilli arabasında olduğuma görə, həmin bu dünyanın 40 tanınmış əlilləri haqqında kitabı satıram, hörmətli izləyicilər. 20 manata hazırladığım. Qoy hamı bilsin, bəyənin və bundan əlavə də hüquqi yardım göstərirəm. Əlilli dostlarımla əlişini alıb satmaq istəyirəm. Ona görə iyanə yığıram. Kimin imkanı varsa kanala dəstək etsin, 1 manat, 5 manat, 10 manat iyanə etsin. Hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Sağ olun.